Eiffel qülləsini dəmir qırıntısı kimi satıb. İl 1925. Parisin rəmzi o qədər paslanmış və baxımsız halda idi ki, dövlətin onu təmir etməyə büdcəsi yox idi. Hətta qəzetlər qüllənin sökülməsinin daha ucuz başa gələcəyini yazırdı. Bunu oxuyan Viktor Lustig adlı dahi fırıldaqçı dərhal hərəkətə keçir. O, yüksək keyfiyyətli saxta vəsiqə hazırladaraq özünü nazirliyin baş direktor müavini kimi təqdim edir. Lustig Parisin ən zəngin 6 dəmir alverçisini lüks bir oteldə gizli görüşə çağırır. Onlara deyir ki, qüllənin saxlanması çox bahadır və dövlət 7000 tonluq dəmiri gizlicə həraca çıxarır. İş adamları arasında rəqabət yaranır. Andre Poisson adlı alıcının inamsızlığını qırmaq üçün Lustig şedevr bir gediş edir. Ondan rüşvət istəyir. Rüşvət istəyən məmur profili Poissona o qədər inandırıcı gəlir ki, heç bir şübhəsi qalmır. O dərhal milyonlarla franklıq çeki və əlavə rüşvəti Lustigə təqdim edir. Pulu alan Lustig isə elə həmin gün qatarla Viyanaya qaçır. Bəs Poisson? O, aldadıldığını başa düşəndə o qədər utanır ki, cəmiyyətdəki nüfuzu korlanmasın deyə polisə belə şikayət edə bilmir. Lustig bu sirri illərcə saxlayır. Bu qədər peşəkar və cəsarətli planın qarşısında insan yalnız bir şey düşünür. Heç ağlına gələrdi ki, kimsə